Umarım vaxtınız xeyir olsun. Verilən məsələni həll edərkən burada diqqət olunması bir dənə məqam var, onun diqqətinizə çatdırım. Burada A-nın qabağında duran 3, B-nin qabağında duran 4-dür. Burada isə B-nin qabağında duran 2-dir. C-də isə 5-dir. Burada 2-dir, burada 4-dür. Deməli bunları eyni ifadəyə gətirmək lazımdır. Yəni eyniləşdirmək. Burada 2-yə vursam, bunun kəsin sürət və məxrəcini 2-yə vursam, olur 10-4. Deməli biz buradan avtomatik olaraq görürük ki, A bizdə olur 3K, B artıq 4K görsənir, C də olur 10K. Burada da cəmi verib 680. Düzdürmü? 680-dirsə, onda biz bunların cəmini tapsaq 17K bərabərdir 680. 17K yəni bunların cəmi. K nəyə bərabərdir? K da bərabərdir 40. K bizdə 40-dır. A maddəsinin kütləsini istəyir. A bizdə 3K-dır axı. Onda A bərabərdir 3 vurulsun 40 bərabərdir 120 qram. Deməli cavabımız olur C variantı. Belə tip məsələdə ehtiyatlı olun. Faiz məsələsidir. Məxrəcləri uyğunlaşdırma, sürətləri uyğunlaşdırmalara diqqət edin.